Son zamanın ən çox müraciət edilən sualı budur. Nə edim? Bacarmıram, sinirlərimlə, çox sinirli olmuşam, həyatdakı bəzi problemlərin öhdəsindən gələ bilmirəm, uşaqla bacarmıram. Nəsə çoxdur bax bu kimi şikayətlər. Siz bizim nevroloqumuz olaraq bizə nevrozun nə olduğunu və nevrozu, çünki bəzən olur ki, bax mənim özümdə də olur, məsələn deyirlər ki, uşaq elə bir dəlidir, vurur dağıdır, aləmi qatır bir-birinə. Deyirəm ki, vaxtında yaxşı tərbiyə edərdiniz, o qədər ərköyün etmişsiniz ki, bugün qarşısını ala bilmirsiniz. Biz nevrozu necə seçək ki, bu adamda xəstəlik var, bu ərköyünlük deyil, bu şıltaqlıq deyil, sırf əsəb xəstəsidir. Tamam. Öncəliklə həyatın verdiyi gərginlikdir, qayğılardır, sinir sistemimizi ümumiyyətlə yorur. Nevroz da sinir sistemimizin, beynimizin stresə qarşı verdiyi bir reaksiyasıdır. Yaxşı sualı verdiniz ki, dəli. Bəli, nevrozdan əziyyət çəkən pasientlərə bəzən dəli deyir, yanlış olaraq dəli deyə müraciət edilir. Amma qeyd etmək istəyirəm ki, nevroz ayrıdır, psixoz başqadır. Psixoz başqadır, nevroz başqadır. Bu arada xatırladım ki, biraz köhnə ədəbiyyatlarda və el arasında nevroz sözü işlədilirsə, müasir ədəbiyyatlarda daha çox nevrotik pozuntu olaraq işlədilir. Səbəblər də müxtəlifdir, növlər də çoxdur. Böyüklər də əziyyət çəkir, uşaqlar da əziyyət çəkir, çox əziyyət çəkirlər. Səbəblərə gəldikdə nevrozun səbəbləri hansılardır? Genetik səbəblər bir çox xəstəliklərdə olduğu kimi genetik yatqınlıq da var nevrozda. Sosial səbəblər ola bilər. Sosial səbəblər hansıdır? Maddi sıxıntılar, işsizlik, bu kimi səbəblər sosial faktorlardır. Psixoloji səbəblər, uşaq vaxtı aldığı travmalar ola bilər. Yəni beyni yüklədiyimiz istənilən məsələ bizi gətirib nevroza mı çıxara bilər? Bəli, nevroza çıxarır. Dediyiniz maddidir, sosiallardır, çünki insan başlayır psixoloji səbəblər dediyim kimi boşanmalardır, uşaqlıq dövrü travmalardır və hamısı sonda gəlir bioloji səbəblərə. Bioloji səbəblər nədir? Beynimizdə bəzi hormonlar var. Serotonin, noradrenalin, dopamin, adrenalin, bu hormonların disbalansı. Bəzən xəstəyə, pasientləri mən niyə daha da çox istəyirəm? Bəzən özümə də deyirlər. Doktor deyir, bizim yaxınlarımıza düzgün məlumat verirsiniz. Çünki bəzən pasientə deyirlər ki, sən özün eləyirsən bunu. Sənin nə olub ki, hər şeyin var, şükür Allaha, evin var, maşının var, işin var, Allah sən niyə bunu eləyirsən? Qeyd etmək istəyirəm ki, bu pasientin öz iradəsinə asılı olan bir şey deyil. Onun üzərində gəldikdə o daha da özünü zəif hiss edir, iradəsiz hiss edir. Əksinə ona dəstək vermək lazımdır və bilmənizi istəyirəm ki, nevroz beyində hormonların, beyin kimyasındakı dəyişikliklərə bağlıdır. Yəni beyində hormonların disbalansına bağlı olan bir prosesdir. Yəni siz onu yerinə oturdanda nə artıqdır, nə əskikdir. Bax ona görə də qan təhlilləri hər zaman lazım olur. Jalə xanım hər zaman istəyir. Çünki deyir ki, bütün belə deyim də təhlil ətraflı aparılmalıdır ki, biz daşları yerinə doğru qoya bilək və nəticə əldə edə bilək. Mən fürsətdən istifadə edib bir daha vurğulayacağam. Bugün daxil, sabah biri gün, ta ki may ayının 31-i daxil Jalə xanımın bütün müayinələrində dediyi o qan təhlillərində, MRT-lərdə, KT-lərdə, ensekaloframalarda hamısında 30% endirim şamil ediləcək. Bu bayram münasibəti ilədir. Bilirsiniz ki, çox nadir hallarda endirim edir Jalə xanım, amma fürsətdən yararlanın bu bir neçə gündə sizə mütləq deyirik. Nevrozun müalicəsini necə aparırsınız Jalə xanım? Nevrozun növündən asılıdır. Öncəliklə növlərinə qısa toxunmaq istəyirəm. Nevrozun növləri çoxdur. Var depressiv nevroz, var qorxu həyəcan nevrozu, var panik nevrozu, var təşviş nevrozu, var ipoxondrik nevroz. Hamısı da bir-birindən qorxuludur dediyiniz. İstəyəcəm hamısına toxunum. Obsessiv, kompulsiv nevroz var, fobik nevroz var, yəni spesifik fobiyaları var. Çoxdur. Nevrozun növündən asılı dediyim kimi. Öncəliklə pasienti tam dinləməliyik, anamnezi ətraflı şəkildə toplamalıyıq. Ehtiyac varsa əlavə müayinələr, instrumental qan təhlilləri etdirməliyik. Növlərinə toxunduqda depressiv nevroz, yəni pasientdə əhval-ruhiyyə tez-tez enir, ruh düşkünlüyü olur, həyatdan zövq almır. Amma hər ruh düşkünlüyünə depressiv nevroz və yaxud depressiya da demirik. Çünki ruh düşkünlüyü hər birimizin həyatında olur. Ayda bir dəfə ola bilər, 2 ayda bir dəfə ola bilər. Depressiv nevroz deməmiz üçün əlamətlərin, yəni ruh düşkünlüyüdür, əhval-ruhiyyənin enməsidir, xroniki yorğunluqdur, bəzən heç bir iş görməmiş, amma yenə də özümüzü yorğun hiss edirik. Bunlar davam edirsə hər gün və ən az 2 həftə davam etməsi lazımdır ki, biz buna depressiv nevroz deyək. Sonra var təşviş həyəcan pozuntuları, yəni təşviş nevrozu, panik nevroz. Bunlar biraz fərqlidir, onu qeyd etmək istəyirəm. Təşviş həyəcan pozuntuları, pasient davamlı narahatdır, gələcəyi ilə bağlı narahatdır, işi ilə bağlı narahatdır, ailəsi ilə bağlı narahatdır, uşaqları ilə bağlı narahatdır. Yəni yaxınları ilə bağlı. Bəli, o qədər narahatdır ki, artıq gecə yerinə uzananda da beynində senarilər qurur. Beynim susmur, doktor bu şəkildə deyirlər mənə, doktor beynim susmur. Yəni
daha çox ətrafı ilə, yaxınları ilə bağlı narahatdır. Uşağıma nəsə olacaq, işimi itirəcəm, ailədə nəsə olacaq, evimə nəsə olacaq, bu kimi düşüncələr. Amma panik nevroz, yəni panik atak bilinən nevroz isə pasiyent daimi öz sağlamlığı ilə bağlı narahatdır. Panik ataklar təkrarlanırsa, bu artıq adlanır panik pozuntu. Panik ataklar qısa çəkir, ani başlayır, insanı dəhşət içərisində buraxır. Həmin anda pasiyentdə olur boğulma, nəfəs darlığı, ürək döyüntüləri sürətlənir, mənə nəsə olar, ölərəm, bayılaram. Bir tez-tez nəfəs aldığına görə, belə deyim də, tez-tez nəfəs alma tibdə hiperventiliyasiya adlanır. Bu zaman karbon qazının səviyyəsi qanda indiyinə görə pasiyent düşünür ki, bayılacam, baş gicəllənmə qorxusu gəlir. Bu dəqiqə nəsə baş verəcək. Bəli, nəsə baş verəcək, öləcəm, mənə nəsə olacaq kimi düşüncələr baş verə bilir. Amma dediyim kimi, çox vahiməli kənardan görünsə də, uşaqlarda var təəssüflər olsun, çox görürük. Son zamanlar uşaq pasiyentlərimizin də müraciətləri artıbdır. Çox görürəm, amma müalicəsi çox rahatdır əslində. Düzgün müalicə etdikdə tam olaraq səbəbə nevrozun müalicəsi çox rahatdır. Əsas dərinləşdirməmək lazımdır. Yəni tam məhv edə bilirsiniz, deyilmi? O duyğuların hər birini. Instagramda gözəl bir sual gəlmişdi ki, doktor, depressiyanı müalicəsiz, dərmansız özüm, daha doğrusu müalicəsiz, dərmansız deməyim. Çünki psixoloqlar da bu işlə məşğuldur, həkimlər də bu işlə məşğuldur. Özüm müalicə edə bilərəmmi? Yüngüldürsə, bəli, özünüz müəyyən vəziyyətdən çıxa bilərsiniz. Amma dərindirsə, artıq o sizin həyat keyfiyyətinizi zədələyəcək, yəni ciddi təsir eləyəcək və digər problemlər yaradacaq. Ona görə də mütləq həkimə müraciət etmək lazımdır. Həkimimizin də əlaqə nömrələrini görürsünüz. 050 363 1002-dir. Jalə xanım səhər saat 6-7 radələrindən qəbullara başlayır ta ki axşam saatlarına qədər. Ona görə rahatlıqla bu bayram günlərində fürsətdən yararlana bilərsiniz, endirim fürsətlərindən yararlana bilərsiniz. Müraciət edin deyirik. Müraciət edib özünün dediyi az öncə həkimimizi depressiv durumdan xilas olan bir pasiyentinin təşəkkürünü ekrana gətiririk. 17 yaşım var. İlk dəfə Jalə kimi yanına gələndə bundan 4 ay əvvəl hardasa 4-5 aylıq depressiya, obsessiv pozuntu və ətrafı dərk edə bilməmə, derealizasiyadan əziyyət çəkirdim. Və 2 aylıq müalicə olunmuşam. Hal-hazırda 2 ayın nəticəsidir. Obsessiv pozuntu, depressiya və digər təşviş pozuntuları hamısı aradan qalxıb. Yəni həkimə təşəkkürümü bildirirəm, minnətdaram. Hər şey üçün çox sağ olsun. Həqiqətən müalicənin xeyrini gördüyüm yeganə həkimdir. İstəksizlik var idi, yuxudan durmaq istəmirdim, yuxu saatı çox olurdu. Sonra elədiyim işdən zövq almırdım və özümü bitkin hiss edirdim, yorğun olurdum. İndi əhval-ruhiyyəm də çox yaxşıdır və etdiyim işlərdən zövq ala bilirəm və o depressiyadan tamamilə azad olmuşam həkimin sayəsində. Obsessiv pozuntuda, yəni məsəl üçün bəzi şeylər ilişmək, takılmaq, elə bir şeylərim yoxdur. Yəni həqiqətən Jalə kimi tanıdığım ən yaxşı nevroloqdur. Təşəkkür edirəm, minnətdaram hər bir şey. Elə mənim də tanıdığım ən yaxşı nevroloqlardan biri məhz Jalə xanımdır. Mən səninlə razıyam. Amma 17 yaş Jalə xanım nədir ki? Yəni sənin nə yaşın, nə başın var ki, sən depressiyaya düşəsən, həyatdan bu qədər küsəsən. Amma təbii ki, biz bilirik ki, bu onun özündən asılı olmayan səbəblərdir. Streslər yığılır. Artıq dediyim kimi, beyin kimyasında bir dəyişiklik baş verəndə artıq pasiyentdə yüngül olduğu halda özü çıxa bilir vəziyyətdən, amma dərin olduğu halda Siz təsəvvür edə bilməzsiniz ki, qaynar xəttə nə qədər suallar gəlir. Ona görə mən çalışacağım ki, bir-bir bu sualları səsləndirim, amma bir öz sualımı verim, daha sonra keçim bu suallara. Hər əsəb xəstəsi nevrozdurmu? Xeyr, hər əsəb xəstəsi nevroz deyil, hər əsəbləşmək də normal bir şeydir. Ümumiyyətlə, təşviş də normaldır, əsəbləşmək də normaldır. Önümüzdə hər hansı bir həyəcan keçirəcəyimiz bir obyekt varsa, məsələn, bir ayı görürük, canavar görürük, əlbəttə təşviş keçirəcəyik, narahat olacaq. Amma heç bir səbəb yoxdur, heç bir obyekt yoxdursa, biz ani olaraq, səbəbsiz olaraq, burada həmişə bunu vurğulur, səbəbsiz və ani başlayan bir təşviş keçiriksə, artıq müalicəyə ehtiyac var. Əsəbləşmək də normal bir duyğudur, hər birimiz əsəbləşirik, amma artıq hər xırda bir qıcığa əsəbləşmək varsa, mütləq həkim kontrolu. Bəs gözlə görüləcək nevroz əlamətləri hansılardır? Fiziki əlamətlər var, bir də somatik, daha doğrusu
psixoloji əlamətlər var, bir də somatik əlamətlər var. Psixoloji əlamətlərdən, yəni ruh düşkünlüyü ola bilər, təşviş, həyəcan ola bilər, özünə qapanma ola bilər, özünü günahlandırma hissi ola bilər, həyatdan zövq almamaq ola bilər. Bir də var somatik əlamətlər, hansı ki, digər orqanların xəstəlikləri ilə qarışdırılır. Elə birinci kardioloji əlamətlər. Hər zaman panik atakda bunu deyirlər. Doktor, mən insult, beyin infarktı və yaxud ürək infarktı, yəni beyin insultu və yaxud ürək infarktı keçirə bilərəmmi? Əgər sizin damar və kardioloji bir probleminiz yoxdursa, bunu mütləq öncəsində deyirəm, xeyr, elə bir ehtimal yoxdur ki, siz həmin anda, çünki həmin anda mən insult keçirəcəm, infarkt keçirəcəm qorxusu gəlir, bu nahiyədə bir sinədə bir sıxılma olur, narahat ürək döyüntüsü artır. Belə bir risk yoxdur, keçirməyəcəksiniz, dəli də olmayacaqsınız, öncəliklə bunu deyim. Bəli, somatik əlamətlər dediyim kimi kardioloji, ürək döyüntülərinin artması ola bilər, ürək nahiyəsində ağrı ola bilər, arterial təzyiqin yüksəlməsi daha çox hallarda baş verə bilər, tənəffüs sistemi problemləri ola bilər, boğulma, nəfəs darlığı hiss edə bilər, gastroenteroloji, mədə-bağırsaq sistemində bir narahatlıq, diskomfort ola bilər, köp ola bilər, qəbzli ola bilər, qıcıqlanmış bağırsaq sindromu deyilən bir sindrom var ki, bu zaman təşviş, həyəcan anında pasiyent hansısa bir görüşə girəcək, yeni işinə başlayacaq və təşviş anında böyük bayıra getmə, ishal başlayır. Bu da qıcıqlanmış bağırsaq sindromu olur və digər orqanların əlamətləri kimi özünü büruzə verir və pasiyent adətən həkim gəzir və dərdini tapa bilir. Müalicə alır gastroenteroloji, digər orqanlardan, amma sonda nevroz diaqnozu qoyulur. Və həqiqətən də hər zaman eşitmişik bu cümləni, bugün də deyilir, yəqin ki, sabah da deyiləcək ki, bütün xəstəliklərin təməlini məhz sinir sisteminin pozulması qoyur. Sinir pozulursa artıq bədən gərgindir və bütün orqanlarda bu özünü göstərə bilər, biruzə verə bilər. Bir haşiyə çıxım, son dönəmlər insultun etiologiyasında depressiyanın böyük önəmi olduğu, insult keçirəni bizim xəstələrimizdə də bunu görürük. Yenə gəlir sinirə çıxır. Həm praktikamızda görürük, həm də ədəbiyyatlarda görürük. Depressiyanın rolu insult keçirmədə. Baxın, ürəkdə deyirik ki, gəlin yoxlanın. Əsəblə bağlı, yəni heç bir şey narahat etmirsə, nevroloqa gəlməyə ehtiyacı varmı Jalə xanım? Heç bir şey narahat etmirsə, xeyr, amma ildə bir dəfə, 2 ildən bir profilaktik nevroloji müayinələrdən keçmək yaxşı olar. Çünki indiki dövrdə biraz stressiz, yəni işdə baş verən problemlər, həyatda baş verən problemlər, yəni insanların məncə sinirləri gərgin olur və mütləq bir nevroloq müayinəsi. Xırda bir narahatlıq gördükləri anda mütləq müraciət etmək vacibdir. Orada bir pasiyentimiz də qeyd etdi əslində, obsessiv kompulsiv nevroz, hipoxondrik nevroz, onlara da qısa toxunmaq istəyirəm. Hipoxondrik nevroz, buna deyirlər xəstəliyi. Pasiyent özündə daimi xəstəlik axtarır. Yəni davamlı oturur Google-un önündə, axtarır. Özündə bir simptom varsa, daha çox narahat olduqları el arasında desəm şiş, beyin insultu, ürək infarktı və bəzi nevroloji xəstəliklər dəfələrlə analizlər verir, təmiz çıxır, MRT-lər etdirir, təmiz çıxır. Bir yerində bu simptomu axtarır, tapır, həkimə gedir, dəfələrlə həkim deyir, sənin bir şeyin yoxdur. Bu bitəndən sonra digər orqanda başlayır, axtarır. Dediyim kimi, yəni xəstəliyidir. Sonra var fobik nevroz, xüsusi qorxular var. Məsələn, mənim yanıma baş ağrısı ilə pasiyent gəlir, ətraflı anamnez alıram, pasiyenti dinləyirəm tam şəkildə. Sonra onu bildirirəm ki, ikincili baş ağrılarını inkar etmək üçün mütləq beyin MRT-si lazımdır. Bunu dediyim anda əslində pasiyent onun təşviş həyəcanı olduğunu mənə bildirmir. Amma sizin baş ağrılarınız üçün beyin MRT-si lazım olduğunu bildirəndə, yox, doktor, mən MRT istəmirəm. Məni o kürədə deyirlər, qazanda deyirlər. Bağlı yerə salma, eləmir. Mən əslində anam da elə deyir. Mənim üçün açıq pasiyentdə klastrofobiya deyirik, yəni qapalı məkan qorxusu. Klastrofobiya nədir? Liftdə, MRT-də, qapalı məkanda, minməkdən qorxanlar var, qaranlıq otaqda. Pəncərəsiz balaca bir otaqda narahatlığın olmasıdır. Sosial fobiya var. Bunlar müalicə ilə keçirmi? Hamısı müalicə ilə tam şəkildə keçir. Çox gözəl, çox gözəl. Sosial fobiya var. Çox insanları bu gündə iki pasiyent baxmışam sosial fobiya ilə bağlı. Yəni sosial anksiyetə, sosial təşviş pozuntusu pasiyent insanlar içində narahat olur. Cəmiyyət içində çıxanda davamlı bir səhv edərəm, biabır olaram, tənqid olunaram, gedir bir məkanda hər kəs mənə baxır, bu kimi düşüncələr olur və həmin anda nə olur? Həmin anda üz qızarır, əllərdə tərləmə olur, əl-ayaq buza dönür, narahatlıq yaranır. Bunun da tam olaraq müalicəsi var. Aydındır, yəni deyilən, sadalanan bütün məsələlər, yəni çox oturub diqqətlə fikirləşsə, ən azı biri insanın özündə
üzərində və ya yaxınında var. Mən bir daha demək istəyirəm, bayram günləri Jalə xanımın qəbullarında 30% endirim var. Məncə bu fürsəti əldən verməmək lazımdır. 050 363 1002. Yəni yoxlanın, qoyun desin ki, sizə heç nə ehtiyac yoxdur. Siz sağlamsınız, siz əsəbi ola bilərsiniz, həyəcan, təşviş pozunuz, amma siz nevroz deyilsiniz, nevrotik bir durumunuz yoxdur. İndi Jalə xanım, heç olmasa bir 3-4 sual səsləndirmək istəyirəm, heç olmasa, çünki insanlarımız yenə deyirəm, hədsiz çox müraciət ünvanlayıblar. Başlayaq buradan. Mənim 39 yaşım var. Əsəbləşən və ya həyəcanlanan zaman bədənimin bir tərəfində uyuşma yaranır. Eyni zamanda başım ağrıyanda ağrı əsasən bir tərəfli olur, xüsusən də əsəbi vaxtlar. Hər əsəbləşəndə ümumiyyətlə uyuşma hər zaman nevroza bağlamayaq. Bir qolun uyuşması başqa problemlərdən, boyun nahiyəsində diskin degenerativ dəyişikliyi olsun, tunel sindromları olsun, kubital tunel, karpal tunel və yaxud qanda hər hansı mikroelement, vitamin çatışmazlığı olsun və yaxud beyində hər hansı bir üzvü patologiyadan da əllərdə keymə baş verə bilər. Amma nevroz fonunda da, bəli, nevrotik pozuntu, yəni nevroz fonunda da əllərdə keymə baş verir. Hər əsəbləşəndə bu təkrarlanırsa və yanaşı olaraq keçməyən baş ağrıları varsa, hətta bəzən ağrı kəsiciyə direnç göstərən baş ağrıları varsa, nevroloq qəbulunda mütləq olmalıdır. Aydındır. Mən 2 ildir menopauza dövründəyəm. İlkin dövrlərdə güclü stres, qorxu, həyəcan, baş gicəllənməsi, ayaqlarda keymə kimi şikayətlərim var idi. Bununla bağlı müalicə aldım və bu simptomların böyük bir hissəsi keçdi. Lakin başımdakı gizilti, keymə hələ də tam keçməyib və məni narahat etməyə davam edir. Xahiş edirəm, mənə bir çarə deyin. Pasiyenti dediyim kimi yenə yoxlamalıyam, bu şəkildə ən azından müayinə etməliyəm obyektiv. Düşünürəm ki, yaş da olduğuna görə şikayət də mənə görə biraz ciddidir. Müəyyən qan təhlilləri müayinələrə ehtiyac olacaq. Ona görə nevroloq konsultasiyası vacibdir. Aydındır. Daha sonra uzun müddətdir nevrozdan əziyyət çəkirəm. Bu xəstəliyin müalicəsi varmı? Məni narahat edən odur ki, uzun müddətdir beləyəm. Gah yaxşı oluram, gah da pis. Tam şəkildə nevrozun müalicəsi var, bunu buradan deyim. Yetər ki, çox dərman seçmək önəmli deyil. Yəni bu dərman olsun, yəni müxtəlif, bir də görürsünüz, pasiyent 3-4 növ antidepresan qəbul edir. Bunları bu şəkildə içmək də düzgün deyil. Nevrozun tam şəkildə müalicəsi var. Yetər ki, dərmanı pasiyentə uyğun seçək. Yaşını nəzərə alaq, cinsini nəzərə alaq, yanaşı xəstəlikləri mütləq nəzərə alaq. Bunları doğru seçdikdən sonra, orqanizmi tanıdıqdan sonra əlbəttə ki, nevrozun tam şəkildə müalicəsi var. Nevroz ümumiyyətlə psixoloji zəif insanların mı xəstəliyidir? Yox, tamamilə iradədən asılı olmayan bir xəstəlikdir. Hər birimiz zaman-zaman nevrozla üzləşə bilərik. Yəni, istənilən adam nə qədər... Burada olan hər kəs, istər depressiya, istər panik atak, hər birini üzləşə bilər. Yəni, bəzilərinə deyirləri, özünü qəsdən bu vəziyyətə salırsan. Yox. Bunların heç biri... Başda da dedim ki, bu beyin kimyasında, hormonlarda olan bir disbalansa bağlı olan bir problemdir. İnsanlar heç kim özü qəsdən etmir. Bəli, bunu istəyirəm, insanlar bilsinlər və həmin adamların üstünə getdikcə biz onlara çox böyük daha da özünü zəif hiss edir, daha da çarəsiz hiss edir üzərinə getdikcə. Bu suala da cavab tapdıq. Müayinədən keçməyiniz mütləqdir. Bundan öncəki sualda həkimimiz ciddi qan təhlillərində təhlükələr ola bilər dedi. Məncə elə siz də əgər müraciət etməyi düşünürsünüzsə, bu bir neçə gündə ayın 31-nə qədər müraciət edin. Çünki 30% endirim məhz ayın 31-nə qədər keçərlidir. Bir daha xatırladıram, 050 363 1002 Jalə Qarayevanın əlaqə nömrələridir. Daha sonra bir sual da səsləndirim heç olmasa dostlar. Çünki deyirlər təşəkkürümüz var. Deməli, sualım budur ki, sinir nə deməkdir? Məndə qorxu və ürək getmə var. Bu sinirdən ola bilərmi? Hər gün başımda ağrılar olur. Sinir neyron deməkdir. Neyron da nevrologiya deməkdir. Az öncəsində cavablandırdı, bəli. Ürək getmə də ciddi bir şikayətdir əslində. Ürək getmə, psixoloji fonda da ürək getmələr var. Əslində, keçən dəfə bu barədə danışmışdıq. Epileptik ürək getmələr var, non-epileptik, yəni qeyri-epileptik ürək getmələr var. Ürək gedən zaman necə olur, onu tam olaraq anamnez almalıyıq, dinləməliyik. Şuur itmirmi, neçə dəqiqə çəkir, bunlar çox önəmlidir bizim üçün. Amma bayılma varsa, özündən getmə varsa, mütləq dəyərləndirilməlidir xəstə. Aydındır. Bizim bir təşəkkür mesajımız daha var, onu da izləyək. Mən ilk dəfə Jalə doktorun yanına 2 ay bundan əvvəl gəlmişdim. Mən özüm 5 ölkədə olmuşam. 5 ölkədə bir 20 dənə şəhərində olmuşam. Yəni Jalə doktorun yanına gələndə mənim hallarım, elə bir hallarım var idi ki,
Yəni gəzə bilmirdim. Ruh düşkünlüyü, halsızlıq, gecə yuxusuzluğu. Yəni bir sözlə həyatda yox idim elə bir. Mən 2 ay bundan əvvəl gəldim. İndiki halımla o vaxtki halımda çox fərq var. Allah canı sağ eləsin, çox sağ olsun. İnsan içinə çıxa bilmirdim. Özümə güvənim yox idi. Həyəcanım, təşvişim, baş gicəllənmələri. İndi bunların heç biri yoxdur məndə. İndi başqa bir insanam, həyata başqa cür baxıram. Özümə güvənim də var, həyatdan zövq almağım da var. Mən 5 ölkədə olmuşam, tərifləmək olmasın, həqiqətən Jalə doktordan yox. Razıyam mən sizdən. Mənim bunun həqiqətinə zərrə şübhəm yoxdur. Jalə doktordan yoxdur deyir pasient. Çünki adam həqiqətən də 5 ölkə gəzir və dedikləri Jalə xanım. Yəni bu həyat yaşamaq deyil. Yəni insan o qədər bizə xəstə göndərib yox pasient. Özü sağalandan sonra deyilmi? Adətən insan faydasını görəndə mütləq bu arada. Xaricdən, xaricdə müalicələrini alıb və gəlib ölkə. Nə gözəl. Qayıdıbdı, dönübdü, bəli. Nə gözəl. Mən təşəkkür edirəm o zaman bir vətəndaş olaraq ki, insanlarımız demək, baxın, xaricdə yaşayan vətəndaş özü belə xaricdən ölkəmizə gəlirsə, bizim xaricə üst tutmamıza heç ehtiyacı yoxdur. Jalə xanım müasir üsullarla müalicə, müayinə və sizə məsləhətlərini verir, yönləndirir sağlam həyata. Siniriniz sağlamdırsa, əmin olun, siz bu həyatda neçə sıfır öndəsiniz, onu Allah bilir. Yəni siz tam öndəsiniz və buradan da mən bir daha əlaqə nömrəsini xatırladıb 053-363-1002 deyib Jalə xanımla söhbətimi yekunlaşdırıram. İnanıram ki, bizim faydamız toxundu. Ən azından insanlar bir-birlərinin üstünə getməyəcəklər. O zaman mən belə bir şey deyim. Bugünkü verilişin davamı olaraq gələn ikinci gün hər kəs hazırlasın. Qələm və kağızlarını əsəbilik test eləyəcəm. Ay, ən sevdiyim. Görək nə qədər əsəbisiniz. Ən sevdiyim birinci də özüm yazacağım. Birini də Məlahət xanımdan Kamal doktora verəcəm. Bəli, məncə hər kəs eləsin. Hamımız qaynar xəttdə də cavabları göndərəcəksiniz. Həkimimiz deyəcək ki, hansımızı sizə söz verirəm, hamısını necə var elə cavablandıracağam. Siz mənə deyirsiniz ki, bizim də ehtiyacımız varmı, yoxsa yoxdurmu?